Salam əziz dostlar. Biz keçən dəfə Allahın bədən üzvlərinin, bədəninin ümumiyyətlə olmadığını dedik və qeyd elədik ki, bu mümkün deyil. Çünki bu üzvlər həmin üzv sahibində ehtiyac sifəti yaradır və ona görə də Allah Teala da bütün ehtiyaclardan pak və münezzəhdir. Allahın heç nəyə ehtiyacı yoxdur. Ona görə onun əli ayağı yoxdur. Bunun müqabilində belə bir sual verdilər. Bəs onda Allahın sifətləri ki, Allahın onlara həmin sifətlərə ehtiyacı olduğuna görəmi o sifətlərə sahibdir? Bu suala cavab verməyə çalışaq. Əvvəla baxaq görə ehtiyac nədir, zatilik nədir? Ehtiyac dedikdə bir varlığın kamil olması və ya mövcudluğunu davam etdirməsi üçün başqa bir şeyə möhtac olması nəzərdə tutulur. Məsələn, insan yaşamaq üçün nəfəs almağa, havaya ehtiyac duyur. Bu ehtiyac onun həyatını davam eləməsindən ötürüdür ki, bunlar olsun ki, bu davam eləsin. Allah isə belə deyil. Və zati sifətlər nədir? Varlığın özü ilə birlikdə mövcud olan və ondan ayrılmaz xüsusiyyətlərdir. Allah üçün elm, qüdrət, həyat, iradə və s. sifətlər zatidir. Yəni onun mahiyyətindən qaynaqlanır. O alimdir, çünki zaten alimdir. Alimliyə ehtiyacı olduğu üçün yox. Qadirdir, çünki zaten qadirdir. Nəticə, Allahın sifətləri ona kamillik qazandırmaq üçün əlavə edilməyib. Əksinə onun varlığının özüdür. Allah sonsuz kamil varlıq olduğu üçün elm və qüdrət sifətləri onun zatına məxsus olub, ehtiyacdan deyil, kamillikdən irəli gəlir. Yəni Allahın sifətləri ona ehtiyacdan deyil, onun zatının mükəmməlliyindən qaynaqlanır. Bəs beləliklə Allahın qüdrət, elm və digər sifətləri onlara ehtiyacı yoxdur o sifətlərə. Çünki bu sifətlər onun zatının ayrılmaz hissəsidir. Bu sifətlər sonradan qazanılmış deyil və yaxud kənardan gəlmiş bir şey deyil. Allahın zatı ilə birlikdə əzəlli və əbədi olaraq vardır. Sağ olun.